Baxçamıza gəldi bahar, yaşlıqlar sərdi bahar. Gəldim gəlməli ya, gəlməli ya. Baxçamıza gəldi bahar, yaşıl halı sərdi bahar. Gəldim gəlməli ya, gəlməli ya. Məni yadasa sana ya, yüreğimi alsana ya. Çal ya. Mehriban sevgilim, seni bilmem ya. Acıyla sevgilim, mehriban sevgilim, seni bilmem ya. Seni bilmem. Biz onu 2 dəfə eləyik hə. Dostlar, hal-hazırda daha bir dərsə gəlmişik. Respublikamızın dəyərli sənətkarı, əməkdar artist Firuz Səxavət. Xoş gördük Firuz müəllim, sənətkar, xoş gördük. Və Nurlan qardaşımız da buradadır və necədir işlər? Sağ olun. Maşallah olsun ki, mən Qarabağ Universitetinin İncəsənət Fakültəsinin qaymaq səsləri görürəm, qaymaq ustadları görürəm. Seçmə gətiriblər, maşallah olsun. Firuz müəllim də siz də o sənətkarlardansınız ki, sizin yolunuzu davam etdirmək bir tələbənin arzusu olur, bir yeni yetişən gəncin arzusu olur. Bugün də siz maşallah universitetdə dərs Əvvəla xoş gəlmisiniz bizim bu Xankəndi şəhərimizə. Təbii ki, biz, yəni mən ilk gələnlərdən də, yəni keçən ildə, hələ ondan da bir il əvvəl. Birisi də ağlama gəlmişəm, ondan da bu Qarabağ Universitetinə gəlmişəm və çox da məmnunum, həqiqətən. Həmi Dədəva torpaqlarımız, öz şəhərimiz, həmin buradakı insanlar artıq Bakıdakı sənətkarlarımız, siz demişkən sizin sözünüzə qüvvət, elə deyərəm, əsas müəllimlərin çoxu gəlir bura. Çünki hamının arzusu, hamının istəyi. Bizim nətər, 30 ildir biz bu həsrət çəkmişik. Valla, yəni biz indi bir incəsənət musiqi olaraq, Qarabağ bizim musiqinin beşiyi idi. Və burada da elə belə sənətkarlar olmalıdır ki, təzədən bu davam sənətkarlar, uşaqlar yetişsin. Mən onu hələ, yəni Qarabağın işğaldan azad olmamışdan, inanın sən müsahibələrdə deyirdim ki, biz hər zaman deyirik ki, yəni bu Azərbaycan xalqı ümumiyyətcə çox deyicə istedadlı xalq. Amma onu yetişdirən mühit var, torpaq var. Bu zona həmişə səslərinə fərqlənir, həmişə. Ona görə də bu torpaqların itirilməsi 30 ildə bizim sənətimizdə çox böyük bir boşluq yaratmışdı. Səs boşluğu yaratmışdı. Həqiqətən. Yəni yenə deyirəm, Azərbaycanın bütün bölgələrində çox gözəl sənətkarlarımız var, olub olacaq. Amma bir şey demişdən kök var, o səsin nətər deyimi belə yetişdiyi, məsələn, torpaqlar elə belə demirdilər ki, yəni Qarabağda kimi dindirsən oxuyur, Segəsdə oxuyurlar, ağlayırlar, yəni belə məsələmiz. Yəni şükürlər olsun bu günə, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin inşallah. Allah qazilərimizə can sağlığı versin və Allah albaş komandanımıza can sağlığı versin ki, bu torpaqları təzədən öz yerlərinə qaytardı, millətimizə qaytardı. Və burada istəyir Qarabağlı olsun, istəyir Bakılı olsun, Şirvanlı olsun, kim olur olsun, bu torpaqların qapısı açıqdır onlara. Gəlsinlər, yaşasınlar, burada əl-ələ verək yaradaq. Necə ki, bu 30 ildə biz hamımız Bakıya yığışmışdıq, bütün bölgə. İndi mən şəxsən istəyirəm, hamı bura Qarabağa yığılsın. Bütün bölgələrimiz bura axışsın, həm bura canlansın, həm o mənfurların tamamilə burada gözü yığışıb, amma görsün ki, elə ölkənin əsas səsi köçüb bura. Ona görə də bura çox vacibdir, mən inanıram ki, elə istiqamətdə o istiqamətdədir. Mən deməli ustadların dərslərində iştirak edib təşkil edirəm. Paytaxt Bakıda da sizin dərslərinizi görmüşəm, amma burada elə bir daha başqa cürsünüz. Tamam fərqlisiniz. Burada dərs prosesi də başqa keçir. Burada elə bir uşaqların həvəsi də tamam başqadır. Çünki bir Xankəndidə, Qarabağ Universitetində arzu olub da. Məsələn, çoxların arzusu olub ki, burada təhsil alsın, amma arzusuna çatmayanlar olub. Mənim indi onlar Paytaxt Bakıda dərs alanlar olub. Amma məncə tələbələrin bugün ən gözəli də elə Qarabağda bu İncəsənət Fakültəsində. Çox düz buyurursunuz. Həqiqətən, yəni yenə deyirəm də 2 ildən bəri açılan bir universitetdir. Və burada tələbələr də təzədir. Tələbələr də hələ gəlir təzə-təzə istəyinə arzu. Biraz indi belə deyək də xamdılar falan. Amma bir neçə ildən sonra vallahi buranın əvəz olmayacaq. Mən bunu görürəm. Həqiqətən. Həm istəyir tələbə baxımından. Bax keçənki tələbələr bu ikinci kursdur. İkinci kurslardan birinci kurslara çox böyük fərq var. Birlər hələ baxırsan ki, elə bir sıxışırlar, çəkirlər. Amma ikilər artıq da
elə bir özlərini yerli hesab edirlər. Daha bura hər tərəfə bələddirlər də, şəhərə də, müəllimlərə də, instituta da. Yəni Firuz müəllim, həqiqətən inkişaf edir. Amma bir şey də danılmaz bir fakt var ki, Məmmədovların davamçısı olub da, Səxavət Məmmədovun davamçısı olub. İndinin özündə də muğam müsabiqəsi qalibi var ki, Səxavət Məmmədov o avazı hiss olunur. Firuz Səxavət avazı hiss olunur və gələcəkdə də yeni Firuzlar, yeni Səxavətlər bu torpaqda doğulduğunu görürsünüz yoxsa yox? Təbii ki, o olacaq. %100 olacaq. Vallahi. Heç bu torpaqlarımız işğalda olan vaxtın bu saatları bölgələrimizin çoxunda baxsa görsəsə. Amma torpağın özündə hal-hazırda dərs alırsa, amma bu torpaqda olanlar daha yaxın olacaq. Daha səs, daha yaxın oxşayacaq. Ona görə bax bu uşaq Elvin bu il gəlir, 1-ci kursdur. Ağustosdan Elvin. Şamaxıdan. Şamaxıdandır. Amma tamamilə Səxavət həvəsində də, o ruhdadır, o istəkdədir. Yəni özün də ona oxşadı falan. Dedi gəl ki, məni Firuz siz yaxşı. Belə oxumağımla fikir verdim, sən elə oxşadırsan. Hə, özü də oxşayır, Sima tərəfdən də oxşayır. Necə səndə var nə yox? Yaxşı. Şamaxıdan Bəli. Ustadın Firuz Səxavət kimi sənətkar varsa, sənin oxumama şansın yoxdur. Elədir. Gəlin, salam. Ben sana üst tutup deyirəm yana, ben sana üst tutup deyirəm yana. Niye ürkək baxırsan bana, niye ürkək baxırsan bana. Niye gülümsəyib baxdın ay çiçək. Baxdın ay çiçək, axı ürəyimi yaxdın ay çiçək. Niyə gülümsəyib baxdın ay çiçək, axı ürəyimi yaxdın ay çiçək. Niyə gülümsəyib baxdın ay çiçək.